Pro Gamer kanalından hər kəsə salamlar. Mən Samir. Bugün sizlərə The Forest necə onlayn oynanır onu göstərəcəm. Siz əgər torrent və yaxud başqa yerlərdən yükləmisinizsə, pulla almamısınızsa, onda sizdə onlayn oynaya bilməyəsiniz. Baxın, mən GTA 5 yükləyirəm bu arada. Tezliklə videolar gələr. Çıxar. İlk öncə The Forest dosyasını ekranımıza açsaq daha yaxşı olar. Tez taparıq. İlk öncə giririk. Baxın, sizdə mağazada açar. Giririk kütüphane. Buradan sizdə belə şey olmayacaq. Baxın. Əgər oyun varsa belə düzüləcək, amma oyun yoxsa belə bir ekran çıxacaq. Buradan oyun ekle və oyun kısa yolu ekle. Hava yerə buranı axtarmayın, sizlərə deyim. Burada çıxmayacaq. Göz aç bölümündən burada başqa yerdə çıxa bilərsiniz də. İş masasını seçib baxın, bu ox işarəsindən seçin. The Forest dosyasını seçib The Forest oyunun üstünə bir dəfə basıb açı basırıq. Və seçilmiş proqramları ekle. Baxın, burada eklendi və The Forest dosyası oyunu çıxdı və eklenib. Bastıq. Baxın, gəldi. İlk öncə tez oyuna basıb girməyin. Açmayacaq. Sonra oyuna təzədən bu videoya baxasınız, eləyəsiniz. Giririk ilk öncə The Forest dosyamıza və burada Steam Update notunu seçib burada sizdə 1200 neçəsi yazacaq. Mən çoxdan da eləmirəm. Burada 480 mən yazmışdım əvvəl. 480 yazıb çıxıb və saxla düyməsinə basırıq. Saxlandı. Sonra oyunumuza girək. Burada sizlərə məsələn görürüm ki, Windows. Bunu tık qoyun. Çünki baxın, qoymasanız ekran tam olacaq. Çıxıb məsəl üçün Skype-dan nəsə gələcək. O çıxıb ona girə bilməyəsiniz. Dostlarınız sizə Skype yollasa eləsə, girə bilməyəsiniz. Hər nəsə. Giririk Job bölümünə. Siz əgər burada uşağı qurtarırıq, çox hamı yəqin ki bilir. Burada əgər uşağın atası siz olmaq istəyirsinizsə, host game-dən bir xəritə düzəldib, dostlarınızı çağırıb oynaya bilərsiniz. Əgər dostunuz qrup, amma siz onunla oynamaq istəyirsinizsə, join game-ə basıb, gözləyirik, açılsın, baxın, açıldı. Belə bir yer çıxacaq. Dostunuz yaza bilər ki, məsəl üçün film, məsələn, oyuncunun adını, sizin adınızı yaza bilər. Oyuncu adı Steam-dən olacaq. Mənim adım, məsəl üçün, Steam-də adım budur. Və o da çıxacaq. Və yaxud da buraya yazıb da oynaya bilərsiniz. Burada fresh'e basıb başqa yerlər də çıxır. Baxın. Bir də basırıq. Çox çıxır. Məsələn, istədiyiniz adamı tapana kimi belə basacağıq. Məsəl üçün dedik ki, hə, bu. Məsəl üçün budur. Join'a basıb oyuna giririk. Bugünlük bu qədər. Əgər videoyu bəyəndiysəniz, like atmağı və bu cür videoları qaçırmamaq üçün kanala abunə olub bildirimləri açsanız, məni də sevindirərsiniz və belə videoların gəlməsi tez-tez atarım. Bugünlük bu qədər. Bye bye.